Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Allah Müteala'dan istəyirik ki, Allah Müteal etmiş olduğumuz ibadətləri bu mübarək aya xatir ən ali dərəcədə qəbul eləsin inşallah. İnşallah ki, biz qaldığımız yerdən davam eləyək ki, bizim silsiləvi mövzumuz münasibətlər idi. Və münasibətlər də iki qismə bölünmüşdür ki, biri insani münasibətlər, biri də insanın onu yaratmış olan, mütləq qüdrət sahibi olan Allahla münasibətidir. Birinci qismdə insanın insanlarla münasibəti idi ki, insan gərək əvvəl insanlarla da bir münasibət qura bilsin ki, Allahın yaratdıqlarıyla doğru münasibət qurmağa çalışmalıdır insan. Və burada qalmışdıq ki, insan gərək öz gözləntisini Allaha tərəf yönəltsin. Əgər insan Allahdan qeyri nəyə ümid bəsləsə və yaxud başqa kimdənsə tam şəkildə gözlənti halına gəlsə, nəyisə gözləsə, bu qarşılanmaz. Səbəb də bundan ibarətdir ki, insanın gözləntisini qarşılaya bilən, özü hər bir şeydən münəzzəh və ehtiyatsız olan yalnız və yalnız Allahdır. İndi yaxşı, bəs Allah Müteal ki, insanı xəlq eləyib, Qur'an-ı Kərimdə Allah buyurur ki, mən ölümü və həyatı yaratdım ki, sizdən hansınızın daha yaxşı olması bilinsin. Biz əslində özümüzü və insanları ən yaxşı nə zaman tanıyırıq? Hadisələr zamanı tanıyırıq. Bir insanın keyfiyyəti, əslində necə biri olması hadisələr zamanı bilinir. Məsələn, İmam Hüseyin əleyhissalam buyururdu ki, insanlar dünyanın köləsidir. Dinləri isə yalnız dillərində bir oyuncaqdır. İndi çox adamın Allah deməyinə çox diqqət eləmək lazım deyil. Ağa İmam Hüseyin əleyhissalamın sözünün məğzi budur. Deyir ki, dinləri dünyalarına nə qədər ki yarayır, o yaradığı müddətcə dindardırlar. İndi birdən iş gələr, imtahan zamanına gələr, bir çək-çevirə düşərlər. Onda görərsən ki, həqiqi dindarların sayı çox azdır. Yəni, insanlar hadisələr zamanı tanınmış olur. Bəs niyə belədir? Çünki insanların çoxu Allahı belə dünyaya görə sevirlər. Allahı Allah olduğu üçün sevmirlər. Dünyanı sevdikləri üçün Allahı sevirlər. Quran deyir ki, وَمَا هَذِهِ الْحَيَاتُ الدُّنْيَا إِلَّا اللَّهْوُ وَالْعِيبُ Deyir, dünya həyatı bihudə bir əyləncə, oyuncaqdan başqa bir şey deyil. وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانِ Deyir ki, həqiqətən o axirət evi ki var, o əbədi həyatdır. لَوْ كَانُوا يَعْلَمُونَ Deyir, kaş biləydilər. Yəni, dünya özünü bu qədər tanıtdırmasına rəğmən, insanlar yenə də görürsən ki, bizdə daxil olmaqla bəzi zamanlarda dünyaya aldanmış oluruq. Niyə? Çünki dünyanı sevirik. İmam Əli əleyhissalamın bir kəlamı var, deyir, insan zamanın oğludur və heç bir kəsi də anasına görə qınamazlar. Deyir, insanlar zamanın övladı olduğu üçün onlar zamanda olan hadisələrlə dəyişmiş olurlar. Zamanın hadisələri onlara təsir eləmiş olur. İndi biz bu mövzunu niyə danışırıq? Ona görə danışırıq ki, biz bilməliyik ki, əslində nümunə üçün yaxşı tanıdığımız insanlar zaman etibarı ilə elə hadisələr baş verə bilər ki, görərik ki, əslində onlar yaxşı olmayıblar. Məsələn, Şimrin ayaqla neçə dəfə həccə getməyi, Kərbəlada etdiyi hadisə ilə müqayisə ilə də görürsən ki, Şimr ən pis insan olub. Hadisə insanı tanıtdırır. Hadisə insanın keyfiyyətini önə çıxarır. Bir zaman ki, Həzrət Peyğəmbər Zübeyrə dedi ki, sən Həzrət Əli əleyhissalamı dedi ki, çox sevirsən Əlini, dedi, mən canım qədər çox sevirəm. Sonra da Həzrət Peyğəmbər buyurdu ki, amma vaxt gələcək ona qarşı çıxacaqsan. Zübeyir ona o qədər də diqqətə almadı. Elə bildi ki, Peyğəmbər zarafat edir. Həmin Zübeyir gəldi ki, Cəməldə Həzrət Əli əleyhissalamın müqabilində qarşı-qarşıya durdu. Sonrasını bilirdi, Həzrət Əli əleyhissalam bir nəfər göndərdi ki, bir nəfər yox, özü danışdı ondan. Dedi ki, yadva gəlir, Peyğəmbər belə bir kəlam demişdi ki, sən mənə qarşı çıxacaqsan. Bu söz Zübeyri tutdu. Zübeyir qırağa çəkildi, sonra onun
oğlunun, belə deyək, sözləri ilə ki, bəs qorxdun, çəkindin, dedi, yox, bəs Peyğəmbər bir kəlam demişdi ki, sən Əliyə qarşı çıxacaqsan, bəs həmin kəlamı mənə xatırlatdı Həzrət Əli əleyhissalam. Sonra da bilirik də, Həzrət Əli əleyhissalamın öz qoşunundan olan biri getdi, onu öldürdü Zübeyri. Qılıncını gətirdi, Həzrət Əli əleyhissalama təqdim edəndə, Həzrət Əli əleyhissalam baxdı, dedi ki, bu qılınc qından çıxanda, yəni İslamın o yayıldığı dövrdə, istər məsələn əvvəlki döyüşlərdə, deyir, Peyğəmbəri nə qədər sevindirib bu qılıncın qından çıxmağı. Sonra dedi ki, Əl-Qatil vəl-Məqtul kilahuma finnar. Deyir, mən Peyğəmbərdən eşitmişəm ki, Həzrət Əli əleyhissalam buyurdu. Ölən də, öldürülən də cəhənnəmliydi. Və həqiqətən onu öldürən adam da Həzrət Əli əleyhissalamın qoşununda olmasına rəğmən sonra xəvaric oldu. Yəni, hadisələr insanın kimliyini tanıtdırır. Zübeyir sözü o vaxt deyəndə Zübeyir ciddi almamışdır. Zaman keçir, hadisələr insanı tanıtdırır, insanın keyfiyyətini meydana çıxarır. Bu həqiqətdir. Ona görə hətta Zübeyrə İbn Abbası göndərdi, Zübeyrin yanına ki, dedi, get ona denən ki, sənə nə oldu ki, sən İraqda məni tanıdın, yəni İraqda mənə beyyət elədin, Hicazda mənə qarşı çıxdın. Yəni, sən əvvəl mənə beyyət elədin, qəbul elədin, sonra qarşı çıxdın, sonra da deyir ki, haqq bu qədər aşkar olduğu halda. Yəni, bəzən belə ola bilir. İnsanlar doğrunu bilsələr də, dünyanı sevdikləri üçün, dünya pərəst olduqları üçün, hətta Allahı sevməyə başlayırlar ki, nə var, dünyalarına xələl gəlməsin. Belə ola bilir. Və hadisələr insanın şəxsiyyətini meydana çıxarır. Hadisələr zamanla göstərir ki, bir nəfəri 20 ildir yaxşı insan hesab edirdin, bir də görürsən ki, ən pis insanın eləmədiyi bir şeyi o elədi. Yaxud zamanla göstərir ki, bir nəfərin barəsində pis fikirdəydin, yanlış insan olaraq onu düşünürdün, üstündən neçə il keçdi, məlum oldu ki, səndə bu yaxşı adam olub, xəbərin olmayıb. Ona görə insanlara yanaşmada insan gərək bu cürlə biz davranaq ki, bilək ki, hər bir şey ola bilər. Hər bir şey baş verə bilər. Çünki hadisələr dəyişkəndir. Və Həzrət Əli əleyhissalam ona görə buyurdu ki, insanların gövhərləri, onların içində olan o xüsusi istedadlar, xüsusi nələrsə ki var onlar, halların dəyişməsi ilə bilinir. Bir nəfərin imkanı yaxşı olanda, onun o halı ilə imkanı zəif olanda olduğu hal eyni deyil. Eyni cürə deyil. Görsən, ibadəti də eyni deyil. Vəziyyəti pis olanda Allaha necə şövqlə ibadət edir, vəziyyəti yaxşı olanda elə Allaha ibadət edir ki, düşmüşük də indi ibadət eləməliyik, məcburuq. Belə olur. İndi bu mübarək Ramazan ayının bir fəlsəfəsi də budur ki, biz bunlar barəsində bir təfəkkür edək. Biz halımızı sabitləşdirməyə çalışaq. Hadisələr bizi dəyişməsin. Əksinə, bizim halımızı Allahdan istəyək ki, Allah ki, biz duada deyirik ki, qəriq duasında ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri dəyişən, onu hökmranlıq eləyən Allah, mənim qəlbimi öz dinində sabit elə. Sabit elə ki, mən hadisələrə aldanmış olmayayım. Hadisələr məni dəyişmiş olmasın. Əksinə. Ona görə Qur'an diqqət eləsəz, axirət barəsində deyir ki, darul qarar. Darul qarar odur ki, ora sabitli evidir. İnsanların qərar tutduğu evdir. Amma dünya həyatı barəsində nə deyir? Deyir, oyun oyuncaqdan başqa bir şey deyil. Müvəqqətidir, dəyişkəndir. Bundan biz dərs çıxarmalıyıq. Və Qur'an deyir ki, bizim elə söhbətimizlə əlaqəli olaraq bu ayə buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّٰهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ Deyir, insanların eləsi var ki, onun dünya həyatından danışığı səni heyran edir. Danışar deyərsən ki, bundan mömin bəndə yoxdur, misal üçün. Deyir və o öz dediklərinə də Allahı öz qəlbində şahid tutur. Sonra deyir ki, halbuki o düşmənlərin ən qəddarıdır. Yəni Allah buyurur ki, sözlə deyil bu şeylər, sözlə olası şeylər deyil. Bu mübarək Ramazan ayında diqqət eləsəz, hədisimiz deyir ki, möminin sükutu da mübarək Ramazan ayında xüsusən bir zikirdir. Niyə? Çünki insan öz daxilinə insin, özü ilə bir tənha qalmağı bacarsın, görsün ki, hadisələr məni dəyişib, mənim dindarlığım həqiqətən Allaha görədir, yoxsa mənim dindarlığım sadəcə mənim şəxsi və dünyəvi mənfəətlərimə görədir.
Bu barədə bir düşünmək lazımdır. Və bunu əgər insan bacara bilsə, insan onda bir çox şeyləri düzəldə bilər. Bu o demək deyil, biz elə insanları araşdıraq, oturaq düşünək ki, kim yaxşıdır, kim pisdir, yox, belə deyil. İmam Sadiq əleyhissalam buyurdu ki, "La tufattişin nasa fatabqa bila sadiq." Deyir, xalqı çox axtarma, insanları çox axtarma. Deyir, dostsuz qalarsan. Ən yaxşı insanın belə bir qüsuru var. O baxır, sən insana necə yanaşırsan. Sən qüsur yanaşması ilə baxsan, mütləq onu tapacaqsan. Sən xeyir yanaşması ilə baxsan, onu da tapacaqsan. Amma çox axtarma. Çox axtarmaqla yaxşı yerə gedib çıxmayacaqsan. Çünki çox axtarmaqdan sonra, axtarışdan sonra görəcəksən ki, ən yaxşı insanın belə bir qüsuru var. İndi məsumlarımız idealdır da, biz ideal deyilik ki. İndi bizdə də bir şey var da, bir nəfərin 10 dənə müsbətini görək. O qədər də ona meyl eləmərik, bir mənfisini görsək, dərhal qaçarıq. Belə bir cəhətimiz var bizim. İndi biz bunlar barəsində ona görə danışdıq ki, bu günləri biz gərək Allah Müteala'la ki münasibətdən danışacağıq ikinci qismdə, biz insanlara yanaşmamızı da bilməliyik ki, Allah Müteala biz təbiidir ki, görmürük. Əlbəttə, Allah öz nişanələri ilə özünü kifayət qədər tanıtdırıb. Elə özünü özü ilə tanıtdırıb. Amma buna rəğmən biz Allah Müteala'nın yaratdığı və mütəmadi olaraq gördüyümüz insanlarla, yaratdıqları ilə gərək münasibətlərimizi aydınlaşdıraq ki, sonra Allahla da münasibətimizi onu görmədiyimiz halda düzəldə bilək. Yoxsa bu mümkün deyil. Bu da qarşılıqlı əlaqədir ya. Bu barədə biz inşallah danışarıq. Bizim etiqadımız budur ki, Həzrət Peyğəmbər buyurur ki, kim əgər Allahla olan münasibətini düzəltsə, Allah da onun insanlarla olan münasibətini düzəldər. Bu da qarşılıqlı əlaqədir. Bu barədə də biz bilməliyik. Bizim işimiz, gücümüz nə olmalıdır? Yaxşı əməlimizə sevinməliyik, pis əməlimizə də pis olmalıyıq. Həzrət Peyğəmbər buyurdu ki, "Mən sərrəthu həsənətuh və səəthu səyyiətuhu fəhuvə mu'min." Deyir, yaxşı əməli sevincinə, günahı isə kədərlənməsinə səbəb olan şəxs mömindir. İndi burada riyadan söhbət getmir. Bir dənə yaxşı əməl elədim, ey cəmaat, mən yaxşı insanım, ona görə yox. Yəni, mən günümü fövtə vermədim. İmkanımı dəyərləndirə bildim. Məsələn, Allah mənə mübarək Ramazan ayını nəsib eləyib, mən bu mübarək Ramazan ayından istifadə edə bildim. Yoxsa bunu da bilməliyik, bunu da inşallah deyim ki, mövzunu bitirim. İndi bu o demək deyil ha, yəni yenə də deyirəm, bizim fikrimiz, zikrimiz Allahın razılığı olmalıdır. İnsanları tam mənada qane eləmək qeyri-mümkündür. Quran deyir ki, Fironun adamları üzə gələndə Hz. Musa əleyhissalamın özü və onun tərəfdarları ilə Hz. Musa əleyhissalamın tərəfdarları bayaq Hz. Musa onların gözünün qabağında möcüzə göstərib də, indi bundan bir gün qabaq misal üçün Fironun yanında. Nə dedi? Dedilər ki, qalə əshabu Musa, Musanın əshabı dedi ki, innə ləmudrakun. Dedi, biz yaxalanmaqdayıq. Biz artıq yaxalanmaqdayıq, bizim artıq son zamanımızdır. Görün, etiqad necə zəifdir. Bayaq möcüzə göstərib də. Yəni, insanlar belə ola bilir. İnsanlar bu cürdür. İnsanlar siz onlara nə qədər yaxşılıq da eləsəz, bir dəfə əlinizdən yaxşılıq gəlməsə, o yaxşılıq gəlmədiyiniz zamanı əllərində bayraq edəcəklər. Və yaxud insanlar bu cürdür ki, Allah onlara bu qədər nicat verib, bu qədər kömək eləyib, bu köməyə rəğmən görürsən ki, onlar deyirlər, yox, biz yaxalanmaqdayıq. Bayaq möcüzə göstərilməsinə səbəb olan anı unudurlar. Ona görə biz bu qədər mövzu ki var, biz əslində bir münasibət arzulayırıq ki, o münasibətdə vəfa görək, sədaqət görək, yanılmayaq. Biz nə zaman anlayacaq ki, bu münasibət yalnız Allahla mümkündür. Çünki özü ehtiyaclı olan insan hər bir mənada ehtiyaclıdır. Özü ehtiyaclı olan bizim bütün ehtiyaclarımızı qarşılaya bilməz. Bizim ehtiyacımızı mütləq şəkildə qarşılaya bilən özü ehtiyacsız olan Allahdır. Bundan qeyri-mümkündür. Başqası yoxdur. Allah Müteala'dan istəyir ki, inşallah ki, biz bu mövzunu bazar günü inşallah davam eləyərik. Allah Müteala'dan istəyir ki, bu mübarək Ramazan ayına xatir bizi bağışlanan bəndələrindən qərar versin inşallah. Allah Müteala'dan dua eləyərək istəyirik ki, Allah Müteala bu mübarək Ramazan ayına xatir dünyasını dəyişənləri rəhmət eləsin inşallah. Allah inşallah ki, xəstələrimizə şifa inayət eləsin. Allah inşallah ki, kimlərin ki, övladı yoxdur, bu günlərə xatir onlara mübarək
Ramazan ayına xatir salih övladlar nəsib eləsin inşallah. Allah mütəaldan istəyir ki, Allah mütəal bizi öz gözümüzdə kiçiltməmiş, başqalarının gözündə ucatmasın inşallah. Allah mütəaldan istəyir ki, Allah mütəal bizim həyatımızın mənası olan Qur'an və Əhl-i Beytdən bizi ayrı salmasın inşallah. Allah mütəaldan istəyir ki, mübarək Ramazan ayına xatir bizi zəmanənin imamının xidmətçilərindən qərar versin inşallah. İtaət və ibadətlərimizin qəbulundan ötəri, zəmanənin imamının salamatlığından ötəri Peyğəmbər və Ali Peyğəmbərə salavat etsən eləyə inşallah.